Salamlayıram əvvəla hamını. Məlumat üçün bildirmək istəyirəm ki, 24-25 yanvar tarixlərində Qubada, Şahdağda bildiyiniz kimi keçən ildə keçirilən qış voleybolu ənənəvisi bu ildə davam edir. Respublika çempionatı keçirilir. Qızlarda 5 komanda, oğlanlarda 4 komanda ilə çempionat bu illəri keçirilir. Qızlar dairəvi, oğlanlarda isə olimpiski sistemlə. Məlumat üçün bildirmək istəyirəm ki, turnirdə bu il Gəncə 1-ci yer, milli komanda 2-ci yer, gənc milli komanda, 3-cü yer isə Azəreldən ibarət Azərel klubunun gəncləridir, 3-cü yerə layiq görülüblər. Biz burada həm milli komanda məşqçisi olaraq təmsil edirik, həm də Azərel voleybol klubunu. Təbiidir ki, Azərel bilirsiniz, daha yaxşı nəticələrimiz olub keçən il və ondan qabaq Avropada və keçən qış voleybolunda. Bu illər daha çox gənclərin inkişafına üstünlük verdiyimiz üçün sırf həm gənc milli komandaya yararlı olan oyuncular və gələcəkdə perspektiv bağışlayan oyunculara üstünlük vermişik. Nəticədən də razıyıq, bizi qane eləyir. Əsas odur ki, medalçılar siyasındayıq. Göstərdiyiniz diqqətə görə təşəkkür edirəm Voleybol Federasiyasına, Şahdağ kompleksinə və əməyi olan hər kəsə təşəkkür edirəm. Sağ olun.